Azərbaycanda son dönəmlər yayılıb ki, belə bir təbliğat gedir. Sən demə bizim maraqlarımıza Paşinyan cavab verir. Bunu iqtidar yönümlü media belə təbliğat aparır və s. Ona görə də bizim hakimiyyət də Ermənistana neft, taxıl hər şey göndərir ki, Xocalı qatillərini buraxır ki, bu erməni xalqı da bu Paşinyanın səs versin Paşinyana və s. Bu səhv yanaşmadır. Səhv yanaşmadır. Niyə səhv yanaşmadır? Bircə həmin o Paşinyan idi. Hakimiyyətə gələn kimi heç bir erməni lideri Paşinyandan əvvəl Azərbaycan xalqını elə belə deyək, hissləri ilə oynamamışdı, həssasiyyəti ilə oynamamışdı. Yəni heç bir onların Ermənistan, Qarabağ Ermənistanı və nöqtə edilməmişdi. Xocalıda çaxır içib uzanmamışdı, şıllaq atmamışdı və s. Onu Paşinyan eləmişdi. Sadəcə o sonra artıq müharibədə məğlub olandan sonra ağlı başına gəldi və başladı güya sırf məramlı rolunu oynamaq və görünür onun rolu o qədər yaxşı oynayır ki, bizimkilərdən başını aldadı və bizimkilər inanmağa başlayırlar. Ona görə Türkiyə xəccə gedir o məsələ kimi. Lap tutalım ki, Paşinyan sülh pərvərdir, sülh məramlıdır. Amma biz niyə biz Paşinyanın razı olmalıyıq ki, hakimiyyət Ermənistanda gəlsin. Paşinyan Ermənistanda hakimiyyətə gəlsin, Ermənistan ayağa qaldırsın, Ermənistanla Amerika çip ticarəti qursun, video Ermənistana gətirsin, atom elektrostansiyasını Amerikalılara versin. Bunun da Ermənistan inkişaf texnologiyada inkişaf etmiş ölkə olsun və hətta atom bombasına sonunda sahiblənsin. Paşinyan bunu istəyir ermənilər üçün eləmək və biz də buna görə Paşinyan istəyir Ermənistanda hakimiyyətdən qalsın. Bunda bizə nə olacaq? Bizim maraqlarımıza cavab verir ki, fərqi yoxdur Ermənistanda hansı yan hakimiyyətdədir. Ermənistanda vəziyyət daim gərgin olsun, qarşı durma olsun, qeyri-sabit vəziyyət olsun və əksinə revanşistlər hakimiyyətə gəlsin. Çünki bizim əlimizdə də qəşəng bəhanə olsun, əlimizdə bayraq olsun ki, biz Zəngəzuraya heç bir Trumpın yolu ilə yox, öz çığırımızla girək Allahın izni ilə. Biz o maraqlarımıza cavab verir. Və bu təbliğat ki, Paşinyan Azərbaycan maraqlarına cavab verir, bu özünün Azərbaycan maraqlarının ziyanına və işləyən bir təbliğatdır. Paşinyanlar onsuz da gələr gedərdi. Paşinyan sonunda hakimiyyətdən də gedəcək. Paşinyan kilsəyə də mübarizəni uduzacaq. Ermənistanda kilsə söz sahibi olacaq. Revanşistlər hakimiyyətə gələcək. Amma o revanşistlər bizdən fərqli olaraq Paşinyanın alətlərinin üstünə xətt çəkməyəcək. Əksinə Amerika ilə də işləyəcəklər, texnologiyalarla işləyəcəklər, çiplərini də gətirəcəklər, atom elektrostansiyasını Amerikalılara verəcəklər. Tək Ermənistan ayaqda dursun. Paşinyanın alətlərini silməyəcəklər. Amma güclənib təzədən bizlə müharibə eləyəcəklər. Və ona görə bunun olmaması üçün biz Ermənistana daim vəziyyətin gərgin olub və bizim bu məqamdan istifadə edib Ermənistanın, indiki Ermənistan adlanan ərazisinin dərinlinə qədər getməyimiz lazımdır. Zəngəzur cığırını, yolunu biz özümüz açmalıyıq. Biz tanklarımızla açmalıyıq. Necə ki, Qarabağ yolunu tanklarımızla açdıq. Yoxsa hansısa Trump yolları ilə biz heç bir Zəngəzur yolu açan deyilik. Aça bilməyəcəyik də. Bunu qulaqlarımızı sırğa eləmək lazım və bunu bilmək lazım. Yəni, Ermənistan zəifdir və Ermənistan ayağa durmamalıdır. Nə vaxta qədər Ermənistan zəifdir, nə qədər bizdən zəifdir. Biz onların başını tam əzməliyik. Əks halda, istər Paşinyanla, istər digər yanlar, kim olur olsun, hakimiyyətə gəlib, ayağa qalxıb bizdən intiqamlarını alacaqlar. Qısaslarını almaq istəyəcəklər. Bu olmamışa qədər biz buna imkan verməmək üçün Ermənistan bu zəif vəziyyətdə Ermənistanın başından vurmalıyıq. Əksinə, neft göndərməklə, taxıl göndərməklə onları ayağa qaldırmaqla məşğul olmamalıyıq. Hər 100 ildən bir başımıza bizim həmən o Damokl qılıncı dəyir. Ermənilərlə barışırıq, sonra özlərinə gəlirlər, təzədən bizim qarşımıza çıxırlar. Bu dəfə də biz bunu eləsək, deməli elə biz elə aptal olmağa, elə aptal vəziyyətdə olmağa da layiqik.